yenə mənim üçün bir talış kimi hər hansı bir millətin, hər hansı bir insanın haqqı tapdalanarsa, istər etnik nöqteyi nəzərdən olsun, istəyir ki, adi hüquqi nöqteyi nəzərdən olsun, mən öz haqq səsimi qaldıraram. Bir halda ki, belə olan halda, mənim atam talış, anam talış, onun dili, mədəniyyəti bu cür haqsızcasına təhqir olunduğu halda mən nəyə görə öz ana dilimi, öz atamın mənə həyatı bəxş edən bir kişinin dilini, onun mədəniyyətini, hüququnu qorumaqdan ötürü səsimi çıxartmayım. Mən bu məsələdə hər cür risklərə gedərəm. Şəhadətə hətta çatmağa hazıram. Amma bu demək